Selamun aleyküm aziz dostlar. Siz yine başlamışsınız narazılıq eləməyə, etiraz etməyə ki filan deputat deyir ki uşaq pulu nəyə lazımdır, 8 yaşa qədər uşağa ata baxa bilər, o maaşı kifayətdir. Nə bilim biri durub da deyir ki jurnalist deyir ki gedin apteklara sizi kimi çoxalmaqdansa da çoxalmamaq lazım, yaxşıdır. Yəni ki belə bir çıxış eləyir. Və hamımız buna etiraz bilirsiniz. Siz günah olardı, deyil, günah sizdədir. Niyə deyim? Baxın, həmən o deputata küçədə, onlar niyə söyüşdən qorxmurlar? O deputat da qorxmur, o jurnalist də qorxmur. Niyə? Çünki onlar üçün siz küçədə onları görürsünüz, o deputatı görəndə onun dalınca qaçmasaz, iki əllə görüşməsəz, o bir məclisə gedəndə hamı durub ona yer verməsə, o maşın saxlayan parkovşik ən yaxşı yeri ona belə deyək ki, saxlamasına imkan yaratmasa, hərəniz həyatınızda onları görəndə bir cür etiraz edəsəz, onları saymasaz, onlar onu hiss edəndən sonra onlar artıq bu cür nə gəldi və əslində nə gəldi danışmırlar, hakimiyyətin tapşırığıdır, o tezislərə uyğun çıxış edirlər, amma o hakimiyyətin tapşırığına uyğun olaraq o tezisləri belə ağızlarına almağa çəkinərlər ki, mən sonra məhəlləyə gedəndə mənə qonşum mənə çəp baxacaq və hətta mənə hörmətsizlik edə bilər. Ondan çəkinəcək. Amma bu vaxta qədər bu olmayana qədər siz həmən o deputatların, həmən jurnalistlərin, həmən o nazirlərin, həmən o məmurların kim nə gəldi danışır, qonşuluqda, məhəllədə, qohumda, hər yerdə kim harda gördü, onların qabağına qaçıb onlara müxtəlif hörmətlər göstərəcək. Bunlar bax, bu sosial etirazdan qorxmayaraq, çəkinməyərək nə gəldi danışacaqlar. Və sosial etiraz deyəndə mən sosial mediada o yazdıqlarınızı demirəm, onlar ondan qorxmurlar. O söyüşlər onlara təsir eləmir. Eləsəydilər, onlar bu cür çıxış eləməzlər. Siz real həyatda o narazılığınızı, etirazınızı, mən demirəm söyüşsüz onları görən və tutub vurun, yox. Amma bir mimikanızla, bir hərəkətinizlə onlar əvvəlki həmən o hörməti qonşusundan, qohumundan, parkovşikindən, ofisantından hara gedir orada görməyəndə onlar artıq ondan nəticə çıxaracaqlar. Bunu edilməyənə qədər, bunu görməyənə qədər bunlar nə gəldi, bizi aşağılamaqda davam edəcəklər.